ABŞ prezidenti Donald Trump Ukrayna müharibəsinin həlli ilə bağlı yeni bir təkliflə çıxış edib. Tərəflər onun təklifi ilə razılaşarsa, müharibə başa çata bilər. Maraqlıdır ki, söhbət hansı təklifdən gedir? Bağlanaq Vaşinqtona, xüsusi müxbirimiz Nemət Tahiroğlu efrimizə qoşulub. Nemət, salamlayırıq sizi və deyə bilərikmi ki, üfüqdə sülh görünür? Hər vaxtınız xeyir. ABŞ prezidenti Donald Trump Rusiya-Ukrayna müharibəsinə dair müzakirələrin yeni mərhələsini açmağı təklif edir. Ən azı müvəqqəti olaraq döyüşməyi dayandırmaq, mövcud cəhbə xətti üzrə dayanmaq və bundan sonra danışıqlara başlamaq. Konkret olaraq Trump hər iki tərəf Ukrayna və Rusiya hazırki mövqelərində durub döyüşləri dayandırsın deyə çağırış edir. Eyni zamanda Trump istəyir ki, müharibə status quo şəklində dondurulsun, yeni torpaqlar ələ keçirilməsin və bu təhlükəsizlik zəmanətləri ilə müşahidə olunsun. Trump administrasiyası Ukraynaya gələcək sülh danışmasında ABŞ tərəfindən təhlükəsizlik zəmanətləri verilməsinin vacibliyini vurğulayır. Trump administrasiyası hesab edir ki, Ukrayna müharibəsində davamlı döyüşlər yalnız daha çox dağıntıya, daha çox insan itkisinə və qəlb üçün daha yüksək xərclərə səbəb olur. Eyni zamanda Rusiya tərəfi hazırki vəziyyətdə müəyyən üstünlük əldə edib və bu üstünlüyü saxlamaq üçün hərbi variantları davam etdirməyi seçir. Təhlilçilər qeyd edirlər ki, bu təklifin arxasında duran hesablamalardan biridir və Ukrayna tərəfi isə uzun müddətli döyüşə davam etmə niyyətindədir. Lakin manevr imkanları, qərbin dəstəyi və resurslar baxımından məhduddur. Hazırki vəziyyətdə üfüqdə sülh görünürmü? Belə demək çətindir, lakin Trump təklifini səsləndirib və bu maraqlı addımdır, amma razılıq əldə olunmayıbdır. Ekspertlər hesab edirlər ki, sülh üfüqdə müəyyən məqamlarda görünsə də, onun tezliklə və tam şəkildə həyata keçiriləcəyi ehtimalı hələ ki aşağıdadır. Belə ABŞ bürosundan Vaşinqtondan çatdıracağı məlumatlar bunlar idi. Nemətə təşəkkürümüzü bildiririk.